Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Biz bu videomuzda 1 iyun 2025-ci il tarixində birinci qruplar üzrə blok imtahan suallarını bir yerdə araşdıraq. İnşallah sualların köməyi sizə də dəyər. Baxaq görək birinci sual nədir? Müsbət həddi ayın ədədi silsiləsində A11 üstəgəl A12 üstəgəl A13 bərabərdir. A11 vuraq A12. Biz ədədi silsilənin xassəsindən bilirik ki, biz A12-nin yerinə A11 üstəgəlsin A13 bölünsün 2 yazsaq, buradan A11 ilə A13-ün cəmi neçə dənə A12 verər? 2 dənə A12-ni verər. Gətirib bax bu 2 cəmi yerinə 2 dənə A13 yazsaq, 2 dənə A12-nin üstünə 1 dənə də A12 gəlsək, bərabər olub A11 vuraq A12. 3 dənə A12 burada var, 1 dənə də A12 burada var. İxtisar eləsək, alırıq ki, 3 dənə A12 bərabərdir A11 vuraq A12. A12-ləri ixtisar eləsək, A11-imiz neçə olar? 3. Bizdən soruşur, ilk 21 həddinin cəmini soruşur. Yəni S21-i tapırıqsa, S21 üçün belə bir düsturumuz varmı bizim? S21 bərabərdir 2A1 üstə gəlinsin. Neçə D var burada? N-1 dənə D olur da. 20D bölək 2 vuraq N, yəni 21. Sürətdən də 2-ni mötərizə xaricinə çıxartsaq, 2-ni çıxardıram mötərizə xaricinə, A1 üstə gəlsin 10D qalır. A1 üstə gəlsin 10D bölək 2 vuraq 21. 2-lər ixtisar getdi. A1 üstə gəlsin 10D'miz elə bizə A11-i verir. A11-imiz 3-dür. 3-ü də 21-ə vursaq 63. Deməli, doğru cavab olar neçə? 63. B variantı. Keçək növbəti sualımıza. Limit x kök altda x çıxaq 4x. Biz bilirik ki, limitdə sürət məxrəci sonsuzluğa yaxınlaşanda yüksək dərəcənin bölə bilərik. Dəyişənin yüksək dərəcəsi olana. Burada yüksək dərəcəli olanlar görürsünüz x-dir. Sadəcə biz hər birini x-ə böləndə, x kökün altına daxil olanda x kvadratı olur. Hər birini x kvadratına bölsək kökün altında olar 1 bölünsün x kvadratı. Çıxaq 4 bölünsün. 2x x-ə böləndə qalır 2. Üstə gəlsin 1 bölünsün x. Biz limiti xassəsində demiş ki, 1 bölünsün x kvadratlar və yaxud da 1 bölünsün x olanda 0 qəbul edirik. Mənfi 4-ü bölsək 2-yə bərabər olar mənfi 2-yə. Cavab C bəndi. Növbəti sualda ABC üçbucağında A bucağı nisbəti B bucağına bərabərdir 1-in 2-yə. Baxaq görək AB bucağı nə cürdür? A, B, C üçbucağında A bucağının B bucağına nisbətə 1-in 2-yə. Deməli, A bucağı alfadırsa, B bucağı nədir? 2 alfadır. BC-nin nisbəti AC-yə. BC-miz 5x-dir. AC-miz 6x-dir. Kosinüs A bucağını tapın. Yəni, bizdən kosinüs alfanı soruşur. İndi uşaqlar, biz tərəf və qarşısındakı bucaq var hər ikisində. Tərəf var, qarşısındakı bucaq 2x-dir. Tərəf var, qarşısındakı bucaq alfa. Baxaq. A-nın nisbəti sinüs alfaya, yəni 5x-in nisbəti sinüs alfaya bərabərdir 6x-in nisbəti sinüs 2 alfaya. Sinüs 2 alfa. Hər tərəfdən x-ləri biz ixtisar eləsək, sinüs 2 alfanın yerinə nə yaza bilərik? 2 dənə sinüs alfa, kosinüs alfa yazıramsa, məxrəcdən sinüs alfalar da ixtisara getdi. Alır neçə? 10 dənə kosinüs alfa bərabərdir 6-ya. Kosinüs alfa bərabərdir 6 bölünsün 10. O da elə neçə? 0,6. Varmı cavab? Bəli, 0,6. Keçək növbəti sualımıza. Fx funksiyasının qrafiki verilmişdir. Tənliyin neçə müxtəlif fərqli kökü var. Biz bu topludan bu sualımız bizə məlumdur. Bu sualı biz deməli tənliyin kökü olan qiymətlər neçədir? -5 və 4. Deməli biz 4 çıxaq 3x kvadratın bir dəfə -5-ə bərabər götürüb tənliyi həll edirsiniz. Bir də 4 çıxaq 3x kvadratın bərabər götürürük. Neçəyə? 4-ə. Buradan alırıq ki, 3x kvadratı çıxaq 9
bərabərdir 0. 3-ü çıxarsam mötərizə xaricinə x kvadrat çıxaq 3 bərabərdir 0. X bərabərdir plus minus kökdə neçə olur? 3. İkinci tənlikdə alırıq ki, 3x kvadratı bərabərdir 0-a, x də bərabər neçə olur? 0-a. Deməli, 2 dənə irrasional kök burada var, bir dənəsi də burada var, rasional kök. Cəmi həqiqi köklərin sayını soruşursa, 3 dənə kökü var. Əgər hesablama səhv eləmədiksə, çalışmalarımız doğru gedir. Sonra 5 kosinüs 5 yox, bağışlayın, 5-ci sual. 2 kosinüs x plus 10 dərəcə, 2 dənə kosinüs x plus 10 dərəcə çıxaq sinus 100 üstəgəl x. Biz sinus 100 üstəgəl x-i belə yaza bilərik. 90 üstəgəlinsin 10 üstəgəl x yazaq. Bərabər 0. İndi kosinus sinus pi bölünsün 2. Bax, bu düsturda sinus pi bölünsün 2 plus alfa düsturu var idi. Demişdik, kəsirlə olanda ad dəyişir. Sinusda kosinusda keçir. Kosinus alfanı verir. İkinci rübdə sinus müsbətdir. Elə biz kosinus müsbətini də yaza bilərik. Onda olur 2 dənə kosinus x plus 10 çıxaq. Sinus adını dəyişdi. O nə? Kosinus alfanın yerinə 10 plus x durur da. Yəni, yaxud da x plus 10 fərqi yoxdur. Bərabərdir. 2 dənə kosinusdan 1 dənə kosinusu çıxsaq, 1 dənə kosinus qalar. Kosinus x plus 10 bərabərdir 0. Kosinus 0 harada alır? 0 alır pi bölə 2 plus pi k-da. Deməli, x plus 10 bərabərdir pi bölə 2 plus pi k. Cavablarımız da ədədlə göstərilibdir. Pi bölü 2 90 dərəcə olduğuna görə x bərabərdir. 10 keçsə sağ tərəfə olur 80 plus pi k. Burada da pi-nin yerinə cavablarda 180 yazıb. K da yaza bilərsiniz, n də yaza bilərsiniz, fərqi yoxdur. 80 plus pi k. Deməli, varmı elə cavab? Bəli, deməli. Keçək növbəti sualımıza. Cədvəldə fənlər üzrə kitabların sayı verilmişdir. Hər fən üzrə kitabların müxtəlif olduğunu bilərək eyni fənnə aid kitablar yan-yana olmaq şərti ilə. Bax, Azərbaycan dili neçədə nədir? Bax, 2 dənə Azərbaycan dili var. 3 dənə riyaziyyat var. Kimya 2 dənədir. Kimya var. Coğrafiya var. Bir dənə də coğrafiya. Deyir ki, hər birə eyni fənnə aid kitablar yan-yana. Deməli, eyni fənnə aid olan kitablar yan-yana deməkdir ki, tutaq ki, Azərbaycan dili isə bu yana olsun, riyaziyyat isə bunlar. Deməli, bu da bir paydır, bu da bir paydır, bu da bir paydır, coğrafiya bu da bir. Cəmi neçə dənə, deməli, müxtəlif yer dəyişmə var? 4 dənə. Deməli, bu yer dəyişmələrin sayı oldu 4 faktorial. Deməli, ana dillər öz aralarında yer dəyişmə eləyir 2 faktorialla. Riyaziyyat öz aralarında yer dəyişmə eləyir 3 faktorialla. Kimya öz aralarında yer dəyişmə eləyir 2 faktorialla və artıq C-də bir dənədir. Yazmır. Bərabərdir. 4 faktorialımız eləyər 1 vur 2 vur 3 vur 4 24. 2 faktorialımız eləyir 2. 3 faktorialımız eləyir 6. 2 faktorialımız eləyir 2. 48, 12 də bu eləmi? 48-i vuraq 12-yə də. 16 yazaq, 1 ya da 8, 1 ya da 9, 48. 6, 17 yazaq, 1 ya da 4, 1 ya da 576. Yəqin ki, var elə cavab 576 hal mümkündür. Keçək növbəti sualımıza. A da 0-dan böyükdür, B də 0-dan böyükdür, C də 0-dan böyükdür. Hər ikisi üçün müsbət ədədsə, baxın uşaqlar, bunlar üçün tutaq ki, mən A-nın yerinə 2 yazıram. 2-nin mənfi 1-ə bölündü, neçə eləyər? Mənfi 2. Bütün cavablar mənfi 2 eləməlidir. Onda B-nin yerinə neçə olar? 6 olarmı? Çünki mənfi 2-ə böləndə mənfi 2-ni versin. C-nin yerinə 4 yaza bilərikmi? Cavabı neçə eləsin? Mənfi 2-ni versin. Düzdür? Bütün nisbətlər bərabər olmalıdır. Deməli, burada ən böyüyü nədir? Ən böyüyü B-dir, sonra C-dir, sonra da nədir? A-dır. B böyükdür C, C də böyükdür A-dır. C bəndə daha uyğundur. X kvadratı üstə gəlinsin 10x çıxaq y kvadratı bərabərdir 4y çıxaq 21.
Burada yəqin ki, müxtəsər vurma düsturlarına gələcək. Müxtəsər vurma düsturu da bildik ki, x-ləri 1, y-ləri 1 qruplaşdırır. X bu 21-in yerinə 25 də yazaq, 4 də yazaq. X kvadratı üstə gəlsin 10x. Bax, birincinin, ikinci arasının ikimisində 5 varsa, 5-in kvadratı neçə ilə 25. Y-i də keçirəm sağ tərəfə. Nə olur? Y-in kvadratı çıxaq, üstə gələk 4y. Burada 25 yazmışam elə. 25 sol tərəfə ki, -25. Deməli, bunun üstünə gəlim. Bunun üstünə gələk 4. Ki, bərabərlik doğru olsun da. 4. Sol tərəf nəyin açılışıdır? Sol tərəf x plus 5-in mötərizə kvadratının açılışıdır. X kvadrat üstə gəl 10x-dir. Bərabərdir. Sağ tərəf nəyin açılışıdır? Müsbət 4y bu. Bu da olsun bizim üçün y plus 2-nin kvadratı. Deməli, 2 dənə kvadratlar bərabərdirsə, onların modulları bərabərdir. Modulda x plus 5 bərabərdir, modulda y plus 2-yə. Bu şərti ödəyəcək. Neçə dənə ədəd var? Nəyi soruşur? X plus y-i. Bunların cəmi 0 olsaydı, biz hər birini -5 ilə -2 götürə bilərdik. Bilirsiniz nətər uşaqlar? Bax, tutaq ki, biz belə bunları mən bir tərəfə yığsam, modulda x plus 5 çıxaq, modulda y plus 2 bərabər 0 desəm, mən bunun hər birinə 0 deyə bilməyəcəm. Bura cəm olsa 0 deyərəm. Ora cəm olsa, x bərabər -5, y bərabər -2 deyərəm. Onda x plus y neçə olur? -7 olar. Amma burada, ya indi burada testdə səhvlik olub, ya da ki, biz hesablamada səhvliyə yol verdik. Vaxtımız burada getməsini dəqiqləşdirərik. Sualımıza baxaq. 7 vuraq 49 üstü x üstə gəlsin. 5 vuraq 14 üstü x bərabərdir. 2 vuraq 4 üstü x təmini həll edir. Üstü funksiyaya aiddir bu. 49 bilirik ki, 7 üstü 2x-dir. 7 vuraq 7 üstü 2x üstə gələk. 5 vuraq 14 üstü x nə yazarıq? 7 üstü x vuraq 2 üstü x. Bərabərdir. 2 vuraq 4 üstü x yazırım. 2 üstü 2x. Gəlin bilirik. Hər birini, bax, bu müxtəlif fasil var. 7 üstü x vuraq 2 üstü x-ə bölək. Birinci ifadəni böləndə nə qalır? 7 vuraq 7 üstü 2x, 7 üstü x-ə böləndə 7 üstü x qalır. Bir də məxrəcdə 2 üstü x qalır. Üstə gəlinsin 5 bərabər 2 vuraq. İndi 2 üstü x-lər gedir. Bir dənə 2 üstü x qalır. Məxrəcdə 7 üstü x qalır. Görürsünüz, bu 7 üstü x bölünsün 2 üstü x-dir. Bu 2 üstü x bölünsün 7 üstü x. Birinə t əvəzləməsə. Gəlin birincinə deyək t-dir. Onda nə olur? 7t. Üstə gəlinsin 5 bərabərdir 2 bölünsün t. 2 bölünsün t. Buradan hər tərəfi t-yə vursaq, nə alırıq? 7t kvadratı üstə gələk 5t çıxaq 2 bərabərdir 0. Gəlin təmimimizi həll edək, görək. Təmimimizdən t nə tapırıq? T bərabərdir -5 plus minus kökətdə 5-in kvadratı 25 plus 4ac 56 bölünsün 2a 14. O da bərabərdir. -5 plus minus 81-dən 9 çıx. Bölünsün 14. Buradan alıq t1 bərabərdir. -5-in üstünə 9 gələndə. -5-in üstünə 9 gələndə 4. 4 bölək 14. O da bizə neçə verir? 7-də 2. Birini alıq t2 bərabərdir. -14, 14-də -1. Biz t əvəzləməsi aparmışıqsa, üstü funksiya mənfi ola bilməz deyə bu ödəmədir. Onda 7 üstü x bölünsün 2 üstü x bərabərdir 7-də 2-dirsə, buradan alıq ki, x bərabər neçə oldu? 1. Yəqin ki, hesablama səhvimiz olmaz. 1. Keçək növbəti sualımıza görə.
Perimetrlərin nisbəti P1-in P2-yə nisbəti olarsa, biz bilirik ki, oxşar üçbucaqlarda sahələr nisbəti perimetrlər nisbətinin kvadratı. Bu da perimetrlər nisbəti 1-in 2-yədirsə, kvadratları 4-ün nisbəti 1-ə. Sadə sual. Görək bu nədir? Katetləri 8 kökdə 2 olan ABS bərabər yanlı düzbucaqlı ABS üçbucağının deməli aşağıdakı ABS bərabər yanlı düzbucaqlı üçbucaqdır. Yaxınlaşdıraq biraz. Aha. Müstəvisi üzərində C nöqtə üçbucağın təpələrinə qədər məsafə 10-dur. Aha, piramidadır. Katetləri 8 kökdə 2, burası 8 kökdə 2, 8 kökdə 2-dirsə, onda hipotenüs neçə olur? 16 olur. 16. Məsafədə 10-dur. CS nöqtəsinin AB hipotenüsünə qədər olan məsafəni tapın. 10 oradır. Bu çəkilən hündürlükdə oturacaq yarı böldüyünə görə burası 8 oldu. Buradan düzbucaqlı üçbucaqdan, baxın burada düzbucaqlı üçbucaq görünür də uşaqlar. Görürsünüz, baba bu üçbucağımız bizim düzbucaqlı üçbucaqdır. Görünürmü? 10 bura, 8 bura, onda hündürlüyə nə qalır? 6. Deməli düzgün cavab 6. Keçək növbəti sualımıza. B-A-nın alt çoxluğudur. Deməli, B-A-nın alt çoxluğusa, bax, bu B çoxluğudursa, uşaqlar, bax, A çoxluğu da budur da, çünki B-A-nın alt çoxluğu. B-nin elementləri 2, 5. A-dan B-ni çıxanda 1, 3, 4 qalır. A-dan B-ni çıxanda bu kənarda olanlardır. Nədir? 1, 3, 4. A çoxluğunu tap. Elə A çoxluğu bunların hamısıdır. 1 var, 2 var, 3 var, 4 var, 5 var. 1, 3, 4, 5. Sadə sualdır birinci qruplar üçün. Fx funksiyasının qrafikinə apsisi x0 bərabərdir 5 nöqtəsində çəkilmiş toxunanın tənliyi y bərabərdir 7x-3-dür, xəttidir. Bizdən soruşur ki, f5 üstə gəlməsin, f törəmə 5-dir. Biz bilirik ki, f5 funksiyanın elə y-in 5 nöqtəsində aldığı qiymətsə f5 bərabərdir y-də x-in yerinə 5 yazsaq 7-dən 5, 35, 3-ün də çıxsaq 32. Deməli, bizim f5-imiz 32-dir. F törəmə 5 də biz bilirik ki, funksiyanın törəməsi həmin funksiya x0 nöqtəsi görsə x0-ı 5 verir. x0 nöqtəsi ilə toxunan bucaq əmsalındadır. Yəni, k-ya bərabər. K-da 7-dir. Üstünə gələk 7. 35, 32-nin də üstünə 7 gəndə 39. Yəqin ki, doğru cavab 39. Elə 3 natural ədədin ədədimiz x-dir. 3 natural ədədin cəmindən ibarətdir ki, yəni A plus B plus C götürək görə. Birincisi 57-yə, ikincisini 24-ə, üçüncüsünü isə 16-ya tam bölünür. Deməli, A ədədi bölünür və qismətlər bərabərdir. Əla. Qismətlər bərabərdir. Deməli, bizim A ədədimiz 57K-dır. İkincisi B ədədi 24K-dır. Üçüncüsü də C ədədi neçə K-dır? 19-a tam bölünür. 19K-dır. Bunun cəmi x-in cəmi neçəni verir bizə? 70, 81, 19-dur. Neçə eləyər? 100. Deməli, x-imiz 100K-dır. 100K-dır. Verilmiş ədədin axırıncı rəqəmini verilmiş ədədimiz x-dir. Axırıncı rəqəmi x-imiz 100K-dırsa, K nə olsun? Vuranda əvvəlkilər bizə maraqlı deyil. Sonda ən azından neçə dənə 0 var? Ən azı 2 0 var. Ha? Çünki 100-də 2 0 var. Ola bilər ki, K qismətində də hər hansı 0 olsun. Sıfırların sayı artmış olar. Bəli. Deməli, sonu 0-la bitmişdir. Kökəltdim. Aha, sadə bir sual. 2,3 kubu kvadratı səhv eləmiriksə biz
5-29 idi də uşaqlar. Eləmi? 23-ü 23-ə vursaq, qoyun dəqiqləşdirək görək. 9, 6, 6, 4. 9, 2 yazaq. Bir yadda bəli, 5-29. Deməli, bizim 2,3-ümüz kökdə 5-dən böyükdür. Onda nətər çıxır? 2,3 çıxaq kökdə 5. Üstə gəlinsin. Amma 2,2-nin kvadratı 4,84 elirsə, kökdə 5 çıxaq 2,2. Bilirik ki, modulda hansı böyüksə birinci o yazır. Kökdə 5 ilə kökdə 5 getdi, qaldı 2,3-dən 2,2-sini çıxanda 0,1. Bəli, bəli, 0,1. B-miz 5-dən böyükdür. B-miz 5-dən böyükdür. B-nin yerinə elə ədəd yazır kökdən. Baxaq görüm yaxşı. Misala baxaq. Kök altda B çıxaq. Kök altında B plus 5 çıxaq. 20-ni nə yazaram? 2 kökdə 5 B. Ay sağ olun. Bax uşaqlar burada görünür. Bu kök altda B kökdə B-nin kvadratıdır. Bu 5-də kökdə 5-in kvadratı çıxaq 2 kökdə 5 var. Görürsünüz, birincinin kvadratı, ikincinin kvadratı, birincinin ikincisinin 2 misli. Nəyin açılışıdır bu? A minus B-nin kvadratı. Onda biz bunu belə yaza bilərik. Kökdə B çıxaq böyük kökün altında. Kök altda B çıxaq kök altda 5-in mötərizə kvadratı. Birincinin kvadratı B, ikincinin kvadratı 5, birincinin ikincisinin 2 misli də kökdə 20 düzdür. İndi B-miz kökdə 5-dən böyükdürsə, olduğu kimi çıxacaq. Kök altda B çıxaq kök altda B. Biz bilirik ki, mötərizənin qarşısında mənfi işarə olanda əksini dəyişəcək. Bax, bunu mötərizədə yaz ki, biləsən. Bərabərdir. Kökdə B-lər gedəcək nə qalar? Kökdə 5-in özücə qalır. Kökdə 5. Bəli. Sonra x minus 3-ün kvadratı çevrilən mərkəzlər arasındakı məsafədir. Birinci nöqtədə x minus a-dırsa, nöqtənin koordinatları nədir? Biri 3-dür, biri neçədir? 1. Biz bilirik ki, x minus a-nın kvadratı, y minus b-nin r-in kvadratı, düzdür? Mərkəzin koordinatını bilirik. İndi ikinci çevrənin mərkəzinin koordinatları. X plus 3-dürsə, deməli, bax, burada x minus a-nın kvadratı. Deməli, a-mız mənfi 3 imiş, bunu müsbət 3 eləyir. Onda koordinat mənfi 3-dür. Y minus 1-sə elə bu müsbət 1-dir. İki nöqtə arasındakı məsafə düsturunu da bilirik ki, O1, O bərabərdir. Kök altda bilirik ki, x2 minus x1-in kvadratı üstə gəlsin, y2 minus y1-in kvadratı. O da bərabərdir. Kök altda. Mənfi 3-dən 3-ün çıxanda 6 kvadratı, 1-dən 1-in çıxanda 0. Onda yazmırıq neçə eləyər? 6. Tərəfləri 24-25 üçbucağın kiçikliyin tapın. Tərəfləri ən böyük tərəf neçə olsun? 25, 24, bir də neçədir? 7. Kiçik hündürlük deməli ən böyük tərəfə çəkilən hündürlükdür. Eləmi? Ən böyük tərəfə çəkilən hündürlüyü soruşur. Kiçik hündürlük. Yaxşı. Bu üçbucaq 24, 25. Bu düzbucaqlı üçbucaq deyil görəm. 24-ün kvadratı neçə eləyir? 576. 7-nin kvadratı neçə eləyir? 49. Cəmi ki 625 eləyər. 5, 1, yadda 11, 1 də 12 yazaq. 6 görsün uşaqlar. Bu düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaqda daş bərabərdir. A vuraq B bölək C. Neçə eləyir? 7 vuraq 20. 4 bölək 25. İndi bunu bölək mi biz? Onda 100-ə tamamlayaq. 100-ə tamamlayanda sürət və məxrəci 4-ə vuraq ki, elə 24-ü 28-ə vuraq. 32 yazaq, 3 yadda 16, 19, 8, 4, 2, 17 yazaq, 1 yadda, 5, bir də yadda 6. Təzdən bunu 100-ə böləndə 6,72, bəli, 6,72. Maraqlı sual oldu.
Elə maraqlı ki, oradakı üçbucağın düzbucaqlı olduğunu görə bilmək lazımdır. Y bərabərdir 2x funksiyasının qrafikinin y bərabər 2x y bərabər 2x bilirik ki, koordinat başlarından keçən düz xətt. 0, 1 parçasında 0, 1. Deməli, birdən sağa getmir də bu ki, artıq biz belə bir düz xətti 0, 1-ə qədər çəkməliyik də. Onda bizim düz xəttimiz 0-dan 1-ə qədər gedəcəkdir də, birdən o tərəfə getmir. Apsox ətrafında fırlanmaq. Deməli, bu apsox ətrafında fırlanırsa, apsoxumuz budur, düzdür. Konus yaranır. Onda bu fırlananda bir belə bir dənə, bir də belə yaranır da. Hansı fiquranlar? Konus. Sadə bir sual. Fəza fiqurlarının ən sadə sualları. 3 sinüs x, 2 kofunksiya ala biləcək natural qiymətlərin cəmi. Bildik ki, a sinüs x üstəgəlsin b kosinüs x-in qiymətlər çoxluğu a üstəgəl b kvadratı plus minusudur. Bu da kök altında 3-ün kvadratı 9, 2-nin kvadratı 4. Deməli, bizə plus minus 13 aralığı, düzdür? Ala biləcək natural qiymətlər. Natural söhbət bu kiçik neçədəndir? 4-dən kiçik ədəddir, düzdür? 1 ala bilər, 2 ala bilər, bir də 3 ala bilər. 4 ala bilmir. 3-ün də cəmi neçə eləyər? 6. Natural soruşur deyə 6-dır qiymətlər, cəmi 6. Təzə meyvə qurulduqda kütləsi 80%-ni itirir. Deməli, 80%-ni itirsə neçə faizi qalır? Bax, təzə meyvə, bu da quru meyvə. Deməli, 100-dən 80 itirsə neçəsi qalır? 20% qalır. 32 kiloqram quru meyvə almaq üçün. Deməli, quru 30 kiloqram almaq üçün nə qədər təzə meyvə lazım? X. Buradan x bərabərdir 100 vuraq 32 bölək 20. İxtisara geçsə bir dəfə, 5 dəfə. 5-i də 32-yə vursaq 160. 160 kiloqram. Qrafiki təsvir edin. Fx funksiyasının fx, gəlin biz fx-i tapaq. Xətti funksiyamız görə fx nəyə bərabərdir? Bilir ki, bu kx plus b-dir, düzdür. B neçədir? 1. K-nı tapmaq üçün belə bir düstur bilirik. K bərabərdir mənfi y bölək x. Mənfi y-i neçədə kəsibdir? 1-də. X-i neçədə kəsib? 1-də. Mənfi 1. Deməli, K-nın yerinə neçə durur? Mənfi 1. Düzdür. Onda fx-imiz nə olur? Fx bərabərdir mənfi x üstəgələk 1. Mənfi x. İndi törəməsi mənfi x plus 1 olan ədədi tapaq da. Onda nədir o? Mənfi x kvadratı bölək 2. Çünki 2x eləsin ki, 2-lər geçsin. Üstəgələk törəməsi 1 olan ədəd x və c də bizim üçün ümumi qaldı. Var ilə cavab mənfi x kvadrat bölək 2 üstəgələk x üstəgəlsin c. Üçüncü suala baxaq. X kvadratı üstəgələk 2x çıxaq 15 bölək modulda x plus 5. İkisi bərabərdir 0. Deməli, məxrəc həmişə nədir? Məxrəc həmişə müsbətdir. Amma bir dənə nəyə götürə bilmərik? Onu sıfıra çevirən qiymət. Deməli, x fərqlidir. Neçəni götürəcək? Mənfi 1. Köklər içərisində mənfi 5 alınarsa, buna baxmayacaq. Baxaq biz sürətə. Deməli, bizim sürətimiz mənfiymiş. X kvadratı üstəgələk 2x çıxaq 15 kiçikdir 0. Bunu vuruqlara ayırsaq, cəmi 2 hasili mənfi 5 olan ədəd. X minus 3, bir də x plus 5, cəmi 2 versin. Kiçikdir 0. Bu intervallara baxsaq, kökün biri mənfi 5, kökün biri 3. Burada bərabərlik şərti varsa, bərabərliyimizi qoymalı. Deməli, bizdə 3-ü alır, amma bayaq işarə qeyd eləmişdik. Mənfi 5-i almır, mənfi 5-i açıq olmasın. Sadə baxaq. 3-dən sağda 4 verirəm. Müsbət. Solda verəndə mənfi, müsbət. Bizə hansı aralıq lazımdır?
Mənfi 5 3 olmaz. Deməli, bizə mənfi 5-i almadı, amma 3-ü aldı. Nə deyir bizdən? Təsadüfi seçin bir ədədin mənfi ədəd olması ehtimalını tapın. Ay sağ. İndi gəlin baxaq. Burada neçə dənə ədəd var? Mənfi 5-dən 3-ə qədər, mənfi 4 daxil, 3 daxil. 7, bir də 0 oldu neçə? 8. Bağışlayın, ekran deyil. 8. Deməli, 8 dənə cəmi ədəd var, düzdür? 8 dənə ədəd var. 8 ədəd var. İndi bunlardan neçəsi mənfidir? Mənfi olan deyir, yoxsa baxaq görün. Mənfi ədəd olmaması deyir, ha. Bax, bu şərtimiz bizə, yəni mənfi olmaması odur ki, 0 da ola bilər. 0 da ola bilərsə, onda hansı ədədlərdir? 0, 1, 2, 3. Deməli, neçə dənədir? 4 dənə. Ümumhal neçə dənə idi? 8 dənə. Onda biz 4-ü bölsək 8-ə bərabərdir 0,5. Deməli, ehtimal 0,5-ə bərabər olar. Xarici bucağı 36 olan düzgün çoxbucaqlının, bilir ki, düzgün çoxbucaqlının xarici bucağı 360 bölünsün n-dir. Bu 36-dırsa, deməli, n-imiz 10-dur. Neçə diaqonal var? Diaqonalların sayı n vuraq n-3 bölünsün 2-dirsə, n-in yerinə 10 yazsaq, 10 vuraq 7 bölə 2, bilir 35. Deməli, 35 dənə diaqonalı var. Bu neçədir? Burada müqayisə edirik. Sonra modula qiymət verib çıxartmaq üçün. Bax, uşaqlar, loqaritma 4 əsasdan 28. Bax, 4 üstü 2 16 eləyir. 4 üstü 3 64 eləyir. Deməli, bu ədəd 2-dən böyük ədəddir, amma 3-dən kiçik ədəddir. Bu hansı ədəddir? X-imiz. X-imiz 2-dən böyükdür. İndi bax, Y-imizə. Loqaritma 3 əsasdan 38. 38, 3 üstü 3 27 eləyir. Deməli, bu 3-dən böyükdür. Amma 3 üstü 4 81 eləyir. 4-dən də kiçikdir. Bu hansı ədəddir? Y. Düzdür? A-sı. Deməli, X böyükdür, Y böyükdür. Y. Birinci moduldan nə çıxır? Y minus X. Çıxaq. Belə olan hallarda, bax, qarışdırmamaq üçün mötərizədə yazın ki, sonrası. X minus 3. X böyükdür 3. Görürsünüz, 3 böyükdür. Onda burada nə çıxacaq? 3 minus X. Üstə gəlinsin 5 minus Y. Y-imiz 5-dən kiçik olduğuna görə elə olduğu kimi çıxar. 5 minus Y bərabərdir. Y minus X çıxaq 3. Üstə gələk 2, üstə gələk 5, çıxaq Y. Görürsünüz, X-lər islaha getdi, Y-lər islaha getdi. Mənfi 3-ün üstünə də 5 gələn neçələr? Müsbət 2 eləyər. Gördün mü? Yox, hala 26-cı sualdayıq. 26-cı sualımız nədir? B parametrinin hansı qiymətində topluya o suallarıdır? X kvadratı çıxaq 2B çıxaq 3x çıxaq 2B bərabərdir 0. Təlinin köklərinin kvadratı cəmi ən kiçik olar. Kvadratları cəmi bizdən soruşur. X1-in kvadratı. Gəlsin X2-nin kvadratının ən kiçiksə. Bu üçün bizim düsturumuz var. X1 üstə gəlsin X2-nin kvadratı çıxaq 2x1 x2. Bu düsturu biz bilirik. Deməli, kökləri cəmi bizə nə verir? Əks işarə ilə götürmüş orta ədəd misalı. Onda 2b minus 3. Qarşısında mənfi varsa müsbətin götürürük kvadratı. Çıxaq hasili mənfi 2b-dir. Düzdürmü? Onda bu olsun müsbət 2b-nin də 2-yə vuranda 4b. Açaq görək buna verər. 4b kvadratı. Birincinin ikincisinin 2 misli çıxaq 6b 2-yə vuranda 12b. Üstə gəl 9, üstə gəl 4b. Bərabərdir 4b kvadratı. Çıxaq. Neçə eləyər? 8b. Üstə gəlinsin 9. Buradan da 4-ü mötərizə xaricinə çıxartsaq, ifadənin ən kiçik qiyməti n-i də tapa bilərik. Və yaxud da m-i tapaq. M bərabərdir. Nə zaman ən kiçik? Mənfi b bölünsün 2a olur da, düzdür. M bərabərdir. Mənfi b bölünsün 2a düsturunu tətbiq eləsək, 8 bölünsün
8. O da bərabər 1 olar. Mənfi B-nin yerinə də mənfi 8 yazır, müsbət 8 ilə də 1. Və yaxud da bunu belə də yaza bilərik. Bax uşaqlar. Bu nəyin açılışıdır? 2B minus 2-nin mötərizə kvadratı. 2B minus 2-nin mötərizə kvadratı. Burada 4 yaranır elə. 4-ün üstünə nə gələ ki, 9 eləsin 5. Deməli, bunun ən kiçik olması üçün bu 2B minus 2 nə olmalıdır? 0 olmalıdır. Düzdür? Oradan da yenə B nə tapırıq? B bərabərdir 1. Eyni qiymət aldı. B bərabərdir 1. Uyğunluğu müəyyən. Bunu biraz kiçildək görmüş şəkil verir. Burada alfanı veribdir, soruşursa, bura 30'dursa, qoyun elə. Baxaq sonra. Bax, bura 30'dursa, bura 80'dirsə, bilir ki, burada nə qalır? 50. Beta haradır? Beta da onda burada da yəqin ki, burada da beta var. Bura 30'sa, onda beta da 30'dur. Bura 50'dirsə, alfa ona qonşu bucaqdır. Alfa neçə olur? 130. Elə 150'ə qonşu 130. Aysa, necə bax? Beta 50'ə qonşu olan bucaqdır. Beta 50'ə qonşu olan bucaqdırsa, neçə eləyər? 130. Beta 130'dur. İndi bura 70'dirsə, bura 70'dirsə, bura nə qalır? 110 qalır. Beta neçə tapdıq? 130 tapdıq. Bu üçünün cəmi 360 olur. Onda alfa nə qalır? 240 üstünə 120 gəlir. Alfa 120'dir. Sonra bax, bunu paralel şəkildə götürsək uşaqlar. Bax, bu düz xətti çəksək, bura 60'sə, burada 60 olur. Onda alfa xarici bucaqdır. Alfa o ikisinin cəmidir. Alfa 100'dür. Və beta da 60'a, beta da 60'a qonşu deyim. Beta da olur neçə dərəcə? 120. Həndəsə nəsəs anlayışlarının çalışmalarındandır, sadə suallardır. Uyğunluğu özünüz yəqin ki, seçə biləsiniz də artıq. İndi gəldi situasiyalar. Biraz burada diqqətli olmaq lazımdır, görək nə deyir. Elmir və Gülnarın da olduğu düşərgədə Elmir, bunu seçim. Bir dəqiqə uşaqlar, bir dəqiqə. Screenshot eləyək. Burada ağ lövhədə daha yaxşı baxaq ki, o suala görək. Geniş ekran olsun. Elmir və Gülnarın da olduğu düşərgədə Elmir və Gülnar. Elmir oğlanların sayının qızların sayına nisbətini hesablayanda özünü və Gülnarı saymağı unudur. Deməli, Elnur bir nəfər özünü saymır. Bir də qızlardan da bir nəfər Gülnarı saymır, eləmi? Belə eləyək də, oğlanlara deyək ki, x nəfərdir, qızlara deyək y nəfərdir. Onda saymırsa, Elmir oğlanları saymırsa, neçə oğlan sayıb? X minus 1. Qızlardan neçəsini sayıb? Gülnarı saymağı unudursa, onda y minus 1. 5'də 3 kəsirini tapır. 5'də 3. Gülnar isə oğlanların sayının qızların sayına nisbətini hesablayanda özünü yaddan çıxarır. Deməli, yenə y minus 1'dir də. Bu qızların sayını yenə yaddan çıxardır. Elmiri isə 2 dəfə sayır. Elmiri sayırsa, x dənə oğlan varsa, Elmiri 2 dəfə sayanda şagirdlərin biri çox olur. Onda x plus 1 olur. Və nəticədə 3'də 2 alınır.
3'də 2 alınır. Şəkildə neçə uşaq var? Ay maşallah. Bu təmliyi həll eləyəkmi? Heç nə. Birinci təmliyi yazsaq, birinci təmlikdə y minus 1 nəyə bərabərdir? Baxın. Birinci təmlikdən yazıram ki, y minus 1-i tapmaq üçün 5'i vururam x minus 1'ə bölülən 3'ə də düzdür. İkinci təmlikdə y minus 1'i tapmaq üçün nə edərəm? 3'ü vuraram x plus 1'ə bölərəm 2'yə. İndi çarpaz şəkildə vursam 10 vuraq x minus 1 bərabərdir 15 bağışlayın, 15 nə idi? 9 vuraq x plus 1. Buradan 10x çıxaq 10 bərabərdir 9x üstə gəlsin 9. X bərabər 19. 19 dənə nə var? 19 dənə oğlan var. İndi gətirin. X-in yerinə 19 yazaq, y-i tapaq. 19-dan 1-in çıxan neçə eləyir? 18. 18-i neçəyə bölüb ki, 3'ü düşür? Yaxşı, belə yazaq da. 18 bölünsün y minus 1 bərabərdir 3'də 5. Yəni, kəsr xassəsinə görə 6'ya ixtisar edir də, düzdür. Deməli, biz də bunu 6'ya ixtisar eləyəndə neçəymiş? 30 imiş. Y minus 1 bərabər 30 imişsə, y bərabər 31 olub da. Əgər hesablamağı səhv eləməmsə. 31 oğlan, 31 qız, 19 da oğlan. 31'in də üstünə 19 gəlsək, eləyər neçə? 50. Deməli, düşərgədə 50 dənə uşaq var imiş. Belə. Yəqin ki, bu olar. 29-cu suala baxaq görün. 29-cu sual nədir? Düzbəli parlapedin piramidada və kubun oturacaqları konkret. Bunu da eyni qayda ilə yazaq görək uşaqlar. Ayda həmən ki, kapravat oldu. Niyə seçmədi ki, bayaq ki? Üzrü sayın. Görək, bunu niyə seçmədik? Seçmədik. İndi köçürülü deyəsin. Görək, nə deyir bu məsələ? Düzbucaqlı paraleloped piramida və kubun oturacaqları kongruent kvadratdan ibarətdir. Düzbucaqlı paralelopedin həcmini piramida və kubun həcmləri cəminə bərabərdir. Düzbucaqlı paralelopedi və piramidanın hündürlükləri 6 sm olarsa onların oturacağın tərəfini tapın. Yaxşı, gəlin bir dənə düzbucaqlı paraleloped çəkək. Bax, bir dənə düzbucaqlı paraleloped çəkək. Sonra nədir? Amma deyir ki, kubun oturacağı kongruent kvadratdan ibarətdir. Bunlar kvadratdır. Oturacaqlar kvadratdırsa, tərəflər bərabərdir. İndi bir dənə də piramida çəkirik. Bunun da oturacağı kvadratdırsa, bunun da tərəfləri A-dır. İndi ola bilər ki, şəkilə bir o qədər çox önəm vermirəm uşaqlar. Yəqin ki, piramida özünüz təsəvvür edə bilirsiniz. Bir də nədir? Bir də kubdur. Kubdursa, bütün tillər bərabər olmalıdır. Düzdür. Təsəvvür edək ki, bu da kubumuzda bizim. Və şəklimiz təsəvvür elədik.
Sonra nə deyir? Dübzəli paralelopipedin həcmi piramidanın və kubun həcmləri cəminə bərabər. Bunun hündürlüyü olsun h. Bunun həcmi nə verir? Oturacağın sayısı vuraq h-da düzdür. Deməli, a-nın kvadratı vuraq h bərabərdir. Bunun tərəfi a-dırsa, deyən görək, düzbucaqlı paralelopiped piramidanın hündürlükləri 6 sm olar. Deməli, bunun da hündürlüyünü də verib də 6-dır. Deməli, h 6-dır. Burada birincidə h-ın yerinə 6 yazacaq. Birincidə h-ın yerinə 6 yazaq, görmüş ahı. Deyir ki, düzbucaqlı paralelopipedin həcmi, piramida kubunun həcmi, düzbucaqlı paralelopiped və piramidanın hündürlükləri 6 sm olarsa, bu 6-dır. İndi bunun da həcmi S oturacaq vuraq h-da 3-də 1 S oturacaq vuraq. 3-də 1 S oturacaq da kvadratdırsa, indi piramida hansı piramidadır onun bilmirik də. Biz dördbucaqlı yazmışıq da, düzdürmü? Yoxsa demişdi kvadratdır. Yorğunçuluğun əlaməti başlayıbdır uşaqlar. Görürsünüz də. Yaxşı, S oturacaq yenə nə oldu? A kvadratı. Vuraq nə oldu? H. H-ımız da yenə 6 olur. O bir-birinə bərabər ola bilirmi? Üstə gəlinsin, hələ üstə gəlinsin. Yox, cəminə bərabərdir. Bərabərdir. Bu da tərəflər A idisə, A vuraq A nə elir? A kubdursa, bu da nədir? A kub. İndi düzəltdik də məsələni. Hər tərəfdə nə aldıq bu sualda? A-nın kvadratı vuraq 6, 3-də 1 A kvadratı vuraq 6, üstə gəl A-nın kubu. Gəlin baxaq. Birincidən A kvadratı var, ikincidə də A kvadratı var, üçüncüdə. Hər birini A kvadratına bölürləmsə nə qalır? 6 bərabərdir. 3-də 1 vuraq. 3-də 1 ilə də 6 ixtisara getdisə, 2 qaldı da düzdür. 2 üstə gəlinsin A. Hər birini A kvadratına böldüm də. Buradan A nəyə bərabərdir? A bərabərdir 4. Bu qədər sadəmi? A bərabərdir 4. Olsun. A bərabərdir 4. Mərkəzi O nöqtəsində olan çevrədə ABCD-yə paraleldir. Böyle bir şəkil üzərində baxaq görün bunu. ABCD-yə paraleldir. O da OC-yə perpendikulyarlığını verib. CD mərkəz vətərinin mərkəzdən olan məsafəsinin AB vətərinin yarısına bərabər olduğunu isbat edin. İsbat məsələsi. Deməli, CD vətərinin mərkəzdən olan məsafəsi, bax, bura x-dirsə, deyirsən, göstər ki, AB-nin 2x-dir. AB-nin yarısıdır. Yaxşı, bura düz bucaqdırsa, biz bilirik ki, bu radiusdur, bu da radiusdur, düzdür. Bərabəryanlı düz bucaqlı üç bucağa gətirsək, buralar 45-45 olarmı? Düzdür, 45-45'dir. Ay sağ ol. Bura eğridirsə, eyni qayda ilə bura nədir? Bura da eğridir. Düzdür, bura da eğridir. İndi bu bərabəryanlı olduğuna görə buradan mən bura bir dənə paralel düzgə çəksəm, bura yarı bölünəcək. Düzdür, bura neçə idi? R kökdə 2 idi də, düzdürmü? R kökdə 2. Onda bura nədir? X-dir. Çünki bu bura nə gəlir? Perpendikulyar gəlir də. Eyni qayda ilə burada x olur. Və burada x olursa, buradan çəkilən demiş ki, radius vətərə perpendikulyardır. Və vətər yarı bölünür. İndi göstərək ki, burada x-dir. Buradan da x olduğunu göstərir. İndi baxaq. Bir dəqiqə. X bura,
Buranın x olduğunu bir dəqiqə bağışlayın, bir dəqiqə. Buranın x olduğunu nəyə əsasən dedik ki, paralellik şərti yoxdur. Paralellik şərti yoxdur. Bax uşaqlar, biraz fikrimizi yayınlayım. Nəyə əsasən deyək? Bax, bura 90 dərəcədirsə o bucağının, bax, buradakı bucaqla bu biri bucaq, birinə alfa deyirəm, birinə beta deyirəm. Buradan alır ki, alfa ilə betanın cəmi neçə dərəcədir? 90 dərəcədə, düzdür? Çünki 90 da ortada 180. İndi burada düz bucaqlı, bax, O nöqtəsindən AB vətəninə perpendikulyar çəkirəmsə, 90 dərəcədirsə. Bu betadırsa, onda tapır ki, buradakı bucaq nədir? Alfa. Şu bucaq görürsünüz, deyək ki, O, deyək ki, M nöqtəsidir. Bu da N nöqtəsi olsun. Görürsünüz, üçbucaq O, B, M, O, B, M daha doğrusu. O, B, M. Bir də üçbucaq O, C, N. O, C, N. Bax, alfa ilə beta var, iki bucaq, alfa, beta. Bir üçbucağın iki bucağı və onlar arasındakı tərəf eyni qayda ilə. Bu da 90 dərəcədirsə, o bucaq alfadırsa, eyni qayda ilə bura neçə olacaq? B. Uyğun olur, o bir üçbucağın iki bucağının alfa, beta və onlar arasındakı tərəfə bərabərdirsə, deməli, bu üçbucaqlar kongruentdir. Onda tapır ki, bu üçbucaqlar kongruentdir. Kongruentdirsə, burada betanın qarşısındakı tərəf, bax, OC N-dən söhbət gedir. Betanın qarşısındakı tərəf x-dirsə, eyni qayda ilə OBM-də də betanın qarşısındakı tərəf olacaq yenə x. Yenə x. Oradan da vətər yarıya bölündüyünə görə demiş ki, perpendikulyar olan vətər yarıya. Burada x olur. Onda AB-miz necə olur? AB bərabərdir 2x olduğu görülür. Yəni, isbatda siz biraz bunu daha dəqiq yazasınız. Çünki deyəsiniz ki, OM perpendikulyardır AB olduğu üçün BM bərabərdir AN, onda AB bərabərdir AN üstəgəlsin BM, x üstəgəl x bərabər 2x olur. Və yəqin ki, tapşırıqlarımız burada yekunlaşdı. Bu qədər. Bugün ayın neçəsi oldu? 01-i 06-cı ay 2025 birinci qrup blok. Rauf müəllim. Testi tərtib edənlərə də təşəkkür edirik ki, bu cür PDF hazırlayıb bizim köməyimizə çatdı. Var olasınız, haqqınızı halal edin.